Sağımız yoxdur, yəni yıxılsaq getdik. Əlimdən tutub dənə-dənə aparırlar ki, ayağımızın altı çox nazikdir. Oyda! Çatdıq ora. Çox təhlükəlidir. Ay! Çünki arılar pis hücuma başladı. Batırdı. Biri içəridə sancdı məni. Ay! Düz gözümün altından vurdu. Mən nəsə olub? Mən nəsə dəyişmişəm. Salam Azərbaycan. Simsarima. Dumsilərək. Dümsilərək. Saat burada bilməm neçədir. Bakıda 4:17-dir. Burada da olar da 5:30 hardasa təqribən olaraq. 5:00-da, 5:00-da öz başıma oyandım. Təbiət adamı səhər tezdən oyanmağa məcbur eləyir. Gözəl yatmışam, yuxumu almışam. Oyanan kimi evin sahibəsi qadın oyandı. Buraları süpürdü, çəkmişəm bir iki kadr. Buraları süpürdü, təmizlədi, səliqəyə saldı. Kompüterimi gətirdi. İki əli ilə belə səliqəli formada qoydu qarşıma. Belə elədi, getdi, o ingiliscə bilmir. Sonra kameramı gətirdi, qoydu qarşıma, belə elədi, getdi. Boyun bağımı falan hamısını bir gətirir. Dənə-dənə gətirir, qoyur qalağıma, belə eləyir, gedir. Ardıca mənə çay hazırladı. Digərləri də hazırlayıb. Digərlərin çayları şəkərlidir, mən də şəkərsizdir. Biri şəkərsiz, dünən dedim şəkərsiz istəyirəm. Çayımı hazırladı şəkərsiz. Neçə dostlar hamısı oyanıblar. Mənə dedilər qalın geyin. Mən də qalın geyin götürməmişəm. Qalın geyini nəzərdə tutduqları qolum falan bağlı olmalıdır ki, arı mənə sancmasın. Onun səbəbi isə mən daha dərinlərə getmək istəyirəm. Məsələ burasında da onlarla bərabər sallanmaq istəyirəm oradan. Dedilər ki, heç olmasa nəsə üst geyim. Məndə də bir dənə üst geyim var, götürəcəm onu. Köynəyimi dəyişəcəm. Dünəndən çiklənib, başqa bir köynək giyinəcəm yəni ki. Hər şey bir yana, tam səmimi sözlərimi deməyimi istəyirsinizsə, balı falan qoyaq qırağa. Çox zövq aldım buradan. Himalaylarda, bir kənddə. Başqadır yəni. Havası, cənnətdəsən sanki. Doğrudan öylədir. Mən təbiət sevən, belə təbiət çox da tərifləyən adam deyiləm. Amma ilk dəfədir ki, bir təbiətdən, bir kənddən zövq alıram. Nə yalan deyim. Dostlar, belə bir şirniyyatlar götürüblər ki, orada biz acıyanda sadəcə atışdırmalı bir şeylər olsun. Mənə dedilər, başımı bağlasan yaxşı olar. Bilməm niyə heç bununla mən başımı bağlamağın mənası nədir bilməm. Amma bağlayıram getsin. Ehtiyac duyulacaq deməli. Okay. Bibi düzəltmək üçün belə bir şey gətirdi. Bilməm bu niyə. Dedilər ki, əvvəl milli geyim olaraq istifadə olunub. Belə bir şey geyinməliyik. Arılardan qorunmaq üçün. İyi də gəlir. Bunu niyə eləyəm bilmirəm. Amma özümü qorumaq üçün bunu başıma atacağım. Mən bunu lazım olacaqsa əlimdən çıxardıb, sonra başıma keçirdib özümü qorumalıyam. Arıların hücumu falan olarsa. Çox arı olanda onu özümü qorumaq üçün bundan istifadə edəcəm. Əlavə gödəkçə də götürmüşdüm özümü. O gödəkçəni də qoydu bura. Həm də yükümü daşımaq üçün. Qurum bir millətin adıdır. Onlar qəbilədilər, bir toplumdular. Arıları da yığan o toplumdur. İndi biz onların yanına gedəcəyik. Adları qurumdur. Bunu da öyrəndik burada. Orada yəqin ki, yemək hazırlayacaqlar deyənə hazırlıq görürlər. Bəzi şeylər götürürlər. Tərəvəzlər, kartol falan. Yəqin ki, orada nəsə hazırlayacaqlar yemək üçün. Onun üçün yolumuz uzaqdır. Düyü, oydu. Düyünü nə qədər götürüblər? Çox böyük miqdarda düyü. Həmçinin bunları götürüblər ki, biz orada yeyə bilək. Xanım, evin sahibəsi son toxunuşlarını eləyir. Bir 5 dəqiqə sonra mən düşünürəm biz tam hazır vəziyyətə gələcək bu təcrübə üçün. Səhər yeməyi yeyirlər, amma mən səhərə yemək yemirəm. Həm də bu mənim fiziki vəziyyətimə təsir etməsin deyənə elə ac qalmağı üstün tuturam. Gördünüz, uğur arzulamaq üçün suya əlini batırdı və sıçratdı üstümüzə. Su burada da aydınlıqdır, belə başa düşürəm. Uğur göstəricisidir. Biz yola düzəldik. Artıq kəndin pləkanları ilə narahat olsa da, it də bizdən gəlir deyəsən. Qaçdı çünki yollarımız biraz narahatdır. Hələ biz indi başlamışıq. Artıq narahat yollarla gedirik. Biz dünən bu yolu qalxmışdıq. Unutmuşam. Oyda. Qalxanda hiss eləmirsən, amma düşəndə biraz sürüşkən və çətin gəlir aşağı düşmək. Namaste. 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 Namaste guys. Namaste. 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 Sağımız yoxdur, yəni yıxılsaq getdik.
Nəzərə alsaq ki, ayağımın altındakılar yarı palçıq və yarı qayadır. Dünən də yağış yağıb, yəni gecəni də yağıb, sürüşkəndilər. Bir səhv adamı aşağıya apara bilər. Sağ tərəfimiz yoxdur. Yəni sürüşüb insan yıxıla bilər buradan. Bu yol değil. Bunun adı yolsuzluqdur. Buradan necə qalxacağımı bilmirəm. Qarşımdakı plakanda bəlli bir hündürlüyü var. Amma Ağsaqqal bu heyətin başçısıdır. Ən böyük təcrübəsi olan adam budur. O da gəlir arxamca. Gedək, qalxaq. Nasıl Himalay kişisi deyilik, amma Qafqaz ondan geri qalmır ha. Hara getdilər bunlar? Oralıqda bir yerdədir, kamerayla tam göstərəməm. Amma qayalıqdan hiss olunur. Və o qayanın rahat, mən buradan gördüyüm qədəri ilə 300 metr hündürlüyü var. Rahat var 300 metr. Bəlkə çoxdur. Çünki aşağısı var, yoxdur, onu görə bilmirəm. Amma hal-hazırda olduğumuz yerdən, çünki şəlalə axır oradan. O şəlalənin hər halda davam etdiyini düşünürəm və yolun uzandığını düşünürəm. Hardan da gəldiyi məlum deyil. Ona görə oraya necə çıxacaqlar. Çox maraqlıdır, oydu. Görüntüyə baxmayacaq burada. Deyir burada ehtiyatlı ol. Mən də dedim çəkimsə göstərim. Niyə görə deyir ehtiyatlı ol? Çünki sol tərəf sıldırımdır. Qayadır, yoxdur sol tərəf. No. Thank you. Əlimdən tutub dənə aparırlar ki, ayağımızın altı çox nazikdir. Yəni sıldırımdır bildiyin. Biri arxamdan tutub, biri qarşımdan. Yes. Hoppa, çatdıq. Baxın, indi 2 ayaqlıq yer var. Thank you. 2 ayaqlıq yer var hal-hazırda. Amma bir ayaq anca yerləşirdi. Və sol tərəf yoxdur. Narahat olmayın, nəməyə görə. Həmən. Hoppa, doğrudan bura çətindir uşaqlar. Dostlar, çox çətindir. Hoppa. Biri arxadan tutub çantamdan. Bir də qarşıda əlimdən ki, gedə bilər bu yola. Yoxsa mümkün deyil. It's okay. Thank you. Buralıq asantdır. Buralıq özüm qalxacam. Asant dediyimə bax bir dənə əldən tutub qalxıram. Bunlar bu canla. Bunlar. Hoppa. Oyda. Dostlar. Həyatımda belə təcrübə yaşayacağımı təsəvvür eləmirdim. Amma biz bunu yaşayırıq. Oyda. Çatdıq ora. Göstərəcəm indi sizə. Baxın, məsələ bundan gedir. Bunlar indi oradan bal yığacaqlar. Təsəvvür edirsiniz. Oyda. Mən öncəsində buradan baxmağı düşündüm, amma artıq fikrimi dəyişdim. Mən bura qədər gəlmişəmsə, indi onların arxasıca gedəcəm. Onlarla bərabər oradan nə edəcəklər onları sizə göstərmək üçün. Yol biraz təhlükəlidir. Buna baxmayaraq biz o yolu gedəcəyik. Çox çətindir. Burada nəsə hazırlayırlar. Bilmirəm, amma nə necə. Ayaqqabısı da cırıqlı, təsəvvür edin. Bu meşələrdə mən botla gəzirəm, o cırıq keta ilə gəzir. Cırıq ayaqqabı ilə rahatlıqla orada nəsə düzəldir, bilmirəm. Bura dırmanmamışdan öncə onlar dualarını eləmək üçün özlərinə şərait qururlar burada və dua eləyəcəklər ki, bizi qorusun Allah. Tanrının bizi qoruması üçün bunu eləyirik, deyir. Yolumuz çətin olsa da mən bunu eləyəcəm uşaqlar. Dostlar, mən bunu eləyəcəm. Bunları aralayır, niyə? Dödü. Baxın. Mənə deyirlər, buradan o tərəfə getmə day. Buradan o tərəfə getmə deyirlər. Arıların da oyda, görsənir buradan. Onlar öncədən hazırlıqlarını görüblər dünənlərin. Artıq arıların ucuna mən məruz qalmağa başladım. Hiqan, getdi. Okey. Hop. Qaçdım oradan. Of, gəlir əməklə bərabər. Necə mən bunu çəkməliyəm axı, mən buraya nəyə gəlmişəm? Dayan görək. Qutqamanı
Kurtkamı koymuşam buralı. Gödəkçəm. From here? Okay. Əllərim açıqdadır. Əllərimi bağlamaq şansım yoxdur. Əlcəyim yoxdur. Onlar da əlcək vermək istədilər. İstəmirəm əlcək. Çünki əlim yalın. Daha çox hiss eləyəcəm ətrafı toxunan zaman və yıxılmaq cəhətdə bu mənə daha çox kömək olacaq. Artıq biz arılardan üzümüz cəhətdən qorxmuruq. Əlimizi də vursa da neyək? Budur. Okay. Kömək elin demə. Aysa. Ya. Okay. Deyir, biraz ehtiyatlı ol. Bura uyğun deyil, gəzmək çox rahat deyil. Amma biz qoymadı gəlməyə. Deyir, gəlmə, təhlükəlidir. Çox təhlükəlidir deyir. Dostlar, baxın. Orada qayanın içərisinə ağacları, gövdələri vurur. Anladığım qədərilə o gövdələrdən artıq dırmanmağa başlayacaqlar. 1, 2, 3, yes. Oh. Size indi göstərin, mən aradayam bir dənə baxın. Çox təhlükəlidir. Bax, yoxdur aşağı. Bayaq oradaydım mən. Ayağım orada sürüşdü. Oradan geçsəydim, ağaclar hələ ki tutur, amma qırılsa ağacın biri, bayaq oğlan ayağı ilə oradan girdi. Of. Mənzərə isə özüdür. Hündürlüyü təsəvvür eləyirsiniz, eləmirsiniz, bilmirəm, amma mən çox hündürdəyim dostlar. 1000 metrdən hündürdəyim. Biz belə bir ucqar yerdə internet işlədirik, internetimiz işləyir. Bunu təbii ki, Tripacel sağ olsun, Tripacelin internetindən istifadə edirdim. Hər dəfə birini test eləyirəm. Bu dəfə Tripaceli test elədim və çox bəyəndim. Dağdayıq, dağda zirvədə, amma internet işləyir. Dostlar, indi anladım, onları nazik sap vəziyyətinə gəlmələri üçün kəsirlər elə, nazilədilər və nəticədə bağlayırlar. Bax, belə pləkan formasında orada bir şey düzəldirlər. O ağacları bir-birinə bağlamaq üçün ondan ip olaraq istifadə edirlər. Bilməm haradadır, amma buraqdadır, qulağımın dibində hiss edirəm onu. Of, qabağımdaymış. Of, ay. Ay. Of, bir kameramın üstə qondu. Oydu. Deyir, sakit deyən. Deyir, səsə gəlirlər ondan, səsə görə atak eləyirlər sənə üstübə. Danışma deyir. Okey, danışmayaq. Birdən bir hücum oldu benim içinə. Özü böyüdülər. Bax, bu boyda var artısa. Təqribə ölçü. Bu boyda var. Əlimi. Go. Go back. Go back dedi. Go back. Of. Dostlar, birdən-birə neçə dənə hücum elədi üstümə. Məsələ odur, bir dənə deyildi. Birdən-birə bir neçəsi. Oh my god. Of. Qulov, mənə əlcək lazımdır. Hadisəm də əlcək lazımdır. Bilməm, dişləmədi. Amma əlim ağrıyır. Əlim ağrımağa başladı. Ayda, bax, biri batırıb. Sakitləşmək lazımdır. Sakitləşmək lazımdır. Artıq əlimi biri dişləyib. I'm already, outside the net. Bir qulağımın dibində zır-zır-zırıldayır, gəzir. Əlimi də dişlədi bir dənəsi. Çox təhlükəli dostlar. Let's go. Hə, deyir gedək. Onlar alovu yandıranda biz geri dönərik. Çünki alovu yandıranda arı tüstüdən başını itirir və hücum eləmir. Ağlı gedir başından. Amma indiki vəziyyətdə əməlli başlı hücum eləyirlər. Əməlli başlı. Bax bunlar da. Bax bunun vəziyyətinə bax. Qaçırlar bunlar da. Bunlar hələ buranın kəndi küçəyin uşaqlarıdır. Ay dədəm var. Uşaqlı kameramın üstündə böyük. Bunlar necə rahatdılar arı ilə belə. Əli ilə çıtmayla vurur arını. O boyda arını çıtmayla vurmaq olar. Bax, onu da dişləyir. Başının üstündədir. Kameramın üstünə gəlir qonur, bax. Gördün, kameramın üstünə qonur. Üstündə elə bir nəsə hiss eləyirəm. Sakitləşdi, burada sakitçilikdir. Yox, gəlirlər. Gedək. Hoppa! Oydu, düz kameramın altında uşaqları. Əlimə qondu. Don't panic. Okay. Of. Nətər don't panic, hə? O boyda arı gəlir üstümə deyir don't panic. Oh my god. Of.
Xeyli uzaqlaşdıq ərazidən. Çünki arılar pis hücuma başladı. İçəki xıldım ya əməlli başdı. Bunlar görəcək geyinirlər. Mən də geyinmişəm lütsə bala Azərbaycan paltarı ilə durub gəlmişəm Gohara. Get doyana da yenə gəlir. Bax burada da ardası da çiynimdə də ona bax. Deyir bağlı özü ki seyft olsun. 2 dəqiqə gözümə gəlim əlimə artıq nə toxunursa həyecanlanıram uşaqlar. Elə bilirəm arıdır. Bitki də dəyir, elə bilirəm arıdır. O qədər çox oydular bir yax. İndi hardan toxunur narahat oluram. Bilmirəm bu da cızılmadır yoxsa arı dişləməsidir. Komanda bizə məsləhət bildi ki, gedin o tərəfə. Oturun, əyləşin, gözləyin. Biz hər şeyi hazırlayaq, alovu yandıraq. Ondan sonra gələrsiniz. Bu vəziyyətdə burada olmayın. Çünki biz səs eləyirik, arılar daha çox coşurlar və hücuma keçirlər. Onlar işi bilirlər də, yüngül öz qaydaları ilə sakit formada ellər hər şey. Dostumuz öncə paltarını geyindi, sonra üzərinə böyük kulok bağladı və tam geyinib getdi o tərəfə. Başımı açmışam, bu da gəlir mənim başıma çıxıramsı. होइन एकछिन यो टोपीको निकाल्छु कि यहाँ धेरै आयो क्या Getmirlər başımdan. Okay? Put on a net. Okay, take it. There's no anyone? Əlimə qonmuşdu bir dənə möhkəm. Okay. Sakitləş, Orxan sakitləş. Orxan sakit ol. Hər tərəf zəli, arı. Ağdan deyir qaçırlar, ağ rəngdən qaçırlar. Like that? Yeah. It's okay? Okay. Əlcəyim də olsa biraz rahat olurum. O əlimə qonur, hiss eləyirəm onu. O məni çox narahat edir. Bax, hardadır. Gördün? Qondu kameranın üstünə. Bilirsin nə boydadır. अहिले नजानु माथि जानेको तल Uca öyrəşirəm yavaş-yavaş əslində. Bir yax çox qorxdum birincidən. Artıq öyrəşirəm. किति नडराउनु के 2 dənədirlər kameramın होइन üstündə. नडराउनु के Əlimi sancsa da heç nə neyim də. Ona dözəcəm. होइन होइन यो आएर नि Bu hardadır? अहिले धुवा गरेपछि झन् टोक्छ ल भित्र त आयो Girib bununla arasına. De burada. Gəl düzmə. You're totally safe now. Stay calm and go away. You're protected totally. Of. Hamısı mənim üstümə qonurlar. Because they like you. Oyda, dostlar. Sakitləş. Gedirik biraz uzaqlaşırıq. You used to it. Oyda. Uşaqlar. Oyda, çox aldılar. Əlimə qonmadı. Neysə elə əlimə qonma, nə olar? Batırdı. Batırdı. Take that off. Dişlədilər. 2 dənə əlimi dişləyib uşaq. अझै भाइ Oh my god. Girib biri içəri. Oh my god. Fuck, it's okay? Yeah, that is Of. Uşaqlar biri gördüm gözümün qabağında yer təsəvvür edin bədənimin içində. Oyda, bu neydi ala? Dedim mən bura nəyə gəlmişəm? Mən bunu çəkməliyəm. Təzən qayıtdım dala. Artıq amma müəyyən qədər arıları öyrəşmişəm. Çox da narahat eləmir məni. Hop, girdi içmə. Biri içərdən sancdı məni. Biri içərdən sancdı məni. In. One is in. Two is in. There are two. In my face. Oh my god. Oh my god. Go. O çok agresifləşiblər. O şu dişləyirlər əməli başda. Hoppa.
Ay, 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 ay. Ay, hoppa. Ay. Ay, ay. Of. Of. Dişləyən dişləyib o şey. Ölmək ölməkdir, xırıldamaq nədir? Ah. Go bro. He will change and he will come. Of. Again. One, again. Again. Oh my God. Oh my God. Блин. Hop. Oh. Oh. Ters suyun içindeyim. Kutkamı çıkarttım. 2 dəqiqəlik aşağı gelmişik. Burada ocaq var. Arılar bura gelmiyor. Ama boynumda. Aa! Nothing? Ha, okay. 3 tane boynumda olsa var idi. Dişleyip, elimden dişleyip. Belə. Çok dəhşətli bir şeydi. Çok dəhşətli. Axıra qədər çəkə bilmədim. Bax, gəldi yenə. टिम क्याप्टेन हजुर बाजे हजुर Zaten hündürüye çıkırsan, qayalığa çıkırsan, ayağının altını görmürsən. Bu bir problem. Üzerinde örtüklerin olması, isti ve görüntünün zayıflaması 2 problem. 3-cü təhlükə yıxılsan qayalıqlardır. 4-cü təhlükə bu anda arıların sənə hücumu var. İzah edə bilməm nə demək deyə bu. Siz bunlar öyrəşiblər, illərdir burdadılar. Mən bir Azərbaycanlı eşya arasından qaçan adam gəlib bu boyda arılar gördüm burada. Dəhşətli bir şeydir. Dostlar təsəvvür edin, birisi orada onsuz işini görür bayaqdan. İndi belə deyə də qrup olaraq işləyirlər bunlar. Əvəz edicilər gedirlər, onlar yorulublar. Çox çətindir hündürlükdən sallanıb eləmək və bu bir neçə kilo üçün, bal üçün olunan işlərdir. Baxın, balı ona yığacaqlar. Bu hazırlanıb qab. Bu qabın içərisinə balı yığacaqlar. Növbəti komanda gedir. Heç görək nə olur. आगो अलि अलि आज धुवा ए यत्रो आगे त प्रेम फाल्दै छ यो होइन कि एउटा माथि झर्दाखेरि फुसियो न फुसियो कहाँ हुन्छ झार्नु डर त पानी छ माथि अर्को स्पिड डोरी छैन हुनुपर्ने यहाँ छ यहाँ डोरी नयाँ डोरी यही छ तपाईँलाई हातले काट्ने हो धुवा धुवा चाहियो त्यहाँ को छ धुवा ए मान्छेलाई लाग्लै ए माथि हेर त्यो छोइन भइखो कि पुले मु अरे हो त्यो औ केला ने जा पुले रिदो दे जा छु भइखो दे अरूलाई हो राम्रोसँग बाँध भन त्यो केटालाई राम्रोसँग एकदम डोरी चिनेर एकदम उस गरेर छोड भन्नु कहाँ वात अघि त्यो छोड कस्तो छोडिदियो यार म Arıların sancmasını artıq öyrəşdim. Biraz qaldım aşağıda. Daha çox olan yerdən uzaqlaşdım. Çünki birdən-birə hücum edirlər. İndi rahatam müəyyən qədər. Öyrəşmişəm. Əllərimi əlcə geyindim ki, əllərimi dişləməsinə. O baldan yiyəcəyələ biz. Bu misiyanı tamamladıq. Asan değildi. Arı sancıb. Artıq 50'ye yaxın arı sancıb məni. Bu 100%'dir. Boynumda, üzümdə, sadəcə anında tikanı çıxardanda zəhər yayılmır və sadəcə incitmə olur, yüngülsə çıxdı getdi, vəssalam, çıxdı getdi. Amma əgər qalarsa zəhər səni get-gedə pis vəziyyətə gətirirmiş. Yaxşı ki biz elə aldıq olmadı, amma arıdılar da. Ya qorxurdum, 2 dəfə idi. Amma indi elə deyil. Artıq öyrəşmişəm bunlara da.
Da sancadan sonra 50 dənə arı. Təbii ki, öyrəşəsən. Digər şəxslər oradan baxıb istiqamət verirlər ki, bunu belə eləyin, onu elə eləyin. Çünki onların görüntüsü orada çətindir. Görünmür, amma bu adamlar buradan ora qışqıraraq, çağıraraq idarə eləyirlər. Burada bir dənə balaca deşik var idi. O deşikdən gəldi, girdi arı içəri. Düz gözümün altından vurdu. Okay. Ha, no, okay. Of. Düz gözümün altından vurdu. Yandırır gözümün altı, bilməm, heç təmizləyə bildi, bilmədi. Mən özüm baxmalıyam buna. Girdi oradan, ona görə məcbur üzünü o tərəfə dəyişdim. Deşiyi saldım, bura kapşonu bağladım. Deməli, nərdivan iplərdən düzəlibdir. Hissələr taxtadır da var, bir sözlə. Pilləkən kimi olan hissələr taxtadır. Nərdivan yuxarıdan bağlanılıbdır bir ağaca. Oradan sallanılır aşağı. Aşağıdan da bir bağlanma eləyirlər ki, o möhkəm dayana bilsin orada, yəni yellənmə olmasın. Əsasən, bax, yuxarıdakini görürsünüzsə, ayaq yalındır, əlləri yalındır. Onlar məcburi şəkildə belə işləyirlər, çünki orada hiss eləməlidirlər əllərini, yoxsa kəsmək, götürmək olmur, arılar hamısı heyfə gedir. Ballar hamısı heyfə gedir. Aşağıdakı isə ona yardım eləyir və onların ümumilikdə özlərini bəzən qoruyan şeyləri bağlayırlar, bəzən də bağlamırlar. Belə bir məsələ, artıq vərdiş eləyiblər, o da var. Oy, ne kadar baldı. Sonra necə tutacaqlar? Baxın. Baxın, onu da tutublar ki, o yıxılmasın. Onlar da onu tutmaya çalışırlar. Çox çətin prosesdir. Biri getsə gedəcək. Aha, tut. Ay. Qəşəng. Bu da buradan onu götürdü. Çox böyük komanda işidir. Çox böyük komanda işi. Arı olacaqdı o yazı. Yığırlar artıq aparmağa. Sonlanma üzrədir işlər. Bildiğimiz bal tadında değil o uşaqlar. Tamamıyla başka tat. Ya bal tadı benim. Ne bu yedi de? Arı bal ovunun bir səsi bitibdir. Ovçuların bəziləri gəlib yemək yeyirlər. Sonra digərləri gedirlər. Yəni növbələşirlər uzun sözün qısası. Hal-hazırda da gəliblər. Mən onlarla həm özlərinin evdə hazırladığı içkidən mənə təklif ediblər, həm də mənim özümə də yemək veriblər. Burada pişirdilər. Düyü ilə toyuqdur. İndi həm toyuğu yeyəcəm, həm də bundan içəcəm. Bax, 2 nəfər gəldi. İndi əvəzedici 2 nəfər duracaq. 2 nəfər də əvəzedici duracaqlar, gecəli ora. Davam eləməyə. Duyta da ekir hamle. Kamera to, kanı to, jalan to, kanı jalan to. Ki kâle bile çiğ. Masa derin nu ne oldu? Bu onların nərdivanıdır. Gedib balın necə olduğuna baxaq. O idi hamısı arı ilə bir yerdə şanlılardı özü.
İndi proses var onda burada. Ha. Əsas silahlarımız isə bax. Bundan kəsirlər uşaqlar, dostlar. Bununla kəsirlər, bununla kəsirlər. And bununla. Thank you man. Thank you. म खाना खाएर आउँछु नि बाबु यहीँ है नबनाएर आफ्नो खाना बनाउनु भयो म भरे भन्छु है प्राण भन्छ Dostlar, mən baldan yeməyimə baxmayaraq, haradasa 20 dəqiqə keçib, hələ heç bir təsiri yoxdur. Amma deyirlər, birazdan olacaq. Olarsa, göstərəcəm sizə, olmayacaqsa da heç nə. Amma burada bir məqam var. Bunu heç yerdə görə bilməzsiniz. Sən demə, adamlar bal toplayandan sonra, bu proses bitəndən sonra gəlirlər, bunu bölüşürlər. Bunlar bir qurum, icmadırlar, qəbilədirlər, indi adını nə qoyursa qoyun. Kənddən çox kiçikdirlər, yəni kənd deyirlər açıq. Hələ əzirlər, hələ yığırlar, görək nə qədər yığırlar. Aşağı yuxarı biləcək burada. Bəziləri aparılıb, mən bildiyim qədər. Bunları nə edəcəklər görürsən? Mən belə bir məlumatım yoxdur. Bunu bilirsə bunu yazın. Bunu nə edirlər soruşsunlar. İnsanlar burada əyləşirlər, öz növbələrinin gəlməsini gözləyirlər və bölüşdürməni gözləyirlər. Hərəsi öz qabını götürüb, oturub gözləyir ki, vəziyyət necə olacaq, yekun nə qədər bal əldə eləyəcək və bu baldan bizə nə qədər çatacaq. Mən nəzərinizə onda çatdırım ki, bu bal bərabər şəkildə bölünür. Hər kəsə eyni qədər, çatacaq qədər bölünür. Bir sözlə, burada heç bir haqsızlıq yoxdur. Kimsə nəyisə təyin eləmir. Bütün icmaya, bütün insanlara eyni qədər çatacaq. Thank you, thank you. Thank you. Bizə də bu qədər bal verdilər, sağ olsun. She will put another bottle for everyone. Okay, okay. Mən nəsə olub, mən nəsə dəyişmişəm. Qurban olum, alıb barım, biraz bir yandan hiss edirəm, çox gülürəm. Amma başqa heç hiss eləmirəm də, yəni başqa nə ola bilər ki? Deyirlər ki, sən çox dəyişmişsən, bunlar deyirlər çox dəyişmişsən, mən başa düşməyəm. Yeah. Stronger. Nə naşırlar ha bunda? Yenə bunlar özürlərini naşırlar, mən tək qalmışam. Nə deyirsiniz? Yox, yaxşıyam, sizlə danışamsa belə deməli, başım yerindədir. Hə? Hə? Salam Azərbaycan. Boş-boş danışmayaq. Salam Azərbaycan. Again. Salam Azərbaycan. Thank you. That's good. Bu gədə oxuyur da, görsən? Sing. Oxumağı da var. जुन दिन तिमी मेरो अभाव महसुस हुनेछ तिमी आउन सक्छौ तिमी आउन सक्छौ Bomba boğazlar eləyir. Yeah, good. Baba qıqan bomba boğazlar eləyir. Bombadır, bizim üçün bombadır təbii ki. Heç uşaqlar. Last one is best one. Last one is best one. Good. Oh. No wife, no life. No money, no honey.
In other words, ne çuşka sözler var hamısını öğrenip bizim. Yani tanış bir içine de aklıma gelen daha çekilir yedir. Yemeği getirip bize. Prosta roltu, kuru roltu yoktu, kuru roltu markette satılan kuru roltu var. Bu bir de onu değil. Wait. Olduğu için olan roltunu yemeğine ne tersi hemen getirdi. Soğan, pandor, hemen roltu. Başlaştınız yani. Kurudulmuş, konserv olmuş şey satıldı. Bu da bir de yemeği için bize verdiler. Allah canınızı sağ eləsin. Qadınlara məsəsinə, mən yeməyi tapa bilməzdim. Heç cürə tapa bilməzdim. Allah bunların canını sağ eləsin. Partlayaram mən oynar. Mən partlayaram oynar. Partlayaram. Yey de ayıp değil. Vallahi ayıptır. Yani bir şey bu da gözüm yassı istedim. Allah akbar. Bayaqdan narazılıq elədim ki, çox tatlıdır. Bu necə kəşf ediblər? Bildiğimiz dedi baba. Kurumuş makaron diye. Reklam da değil ha. Burada evdekiler bundan istifadə edilmiş. Nepalda bu daha çok meşhurdur. Ben göre ağ rəngdə nəsə belə çet ötü, qabma. Görün burada nəsə soxuşma. Tat da yoktur. Kırt elliğini yəqin ala bilmir. Son günü yeməyin yerində kırt sağsın mən day Allah. Ya more spicy. Spicy Allah. Yandı ağzım. Oh. More spicy. Ne diyor? Derim. Okay, you can follow me, okay? Om. What? Om. Warm? Not the same. Okay, again. Om. 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 Okay, now Om. Okay. You have to say it. Okay. Om. Mane. Om mane. Padme. Om mane padme. Hungse. Hungse. एक कप रक्सी खान पाए You know a language like that. Okay. एक कप रक्सी Wait. Okay. Om माने पद्मे Om mani padme hungse एक कप रक्सी खान पाए एक कप रक्सी epoproxy खान पाए kanapaye कति मजा हुन्थे katamandonte. yes Okay, one word in our language. One word in our. okay Elektrikleştirebildiklerimizdensiniz mi? Say. Yeah. okay No. Elektrikleştirebildiklerimizdensiniz mi? electric The same. Okay. तल तल Pala. सिमसारेमा Simsarema. दुम्सी लरक Dumsilerak. उठन बुरी Utanaburi. भुटन मकै Butanamaki. खान्छु म त Kansumata. क्यारेप Kerep. पानको ब्लतक Banko platok. ढिडो खाँदा Dito kada. सम्झिन्छु Something to. धानको बात Banko bat. खुकुरीरम Kukuriram. Pokoyiram. एक बोतल ल्यारङ Ek botol leren. दुई बोतलले झिल्के Duy batol yedilçe.
12 botol Bara batol, pugeपछि bulgapachi, kanlamuni tanlemuni, milke. milke. That's good, that's good. Ha. Ya Rab, belayı eşq ilə qılaşına məni. Ya Allah, panang. Eşq ilə qılaşına. Isku Eşq ilə qılaşına məni. daga semanana. Wait. Bir dem belayı eşqdən Palais istem. etmə cüda məni. Estutu domeni. Allah. Layda. Düzdür. Təklif edirəm ki, bir anda tam Azərbaycanda bir şey soruşum. Nüsrət Kəsəməlidən deyəcəm. Bir dənə orada musiqi. Belə. Nəsə musiqi. Hə. Getmək istəyirsən, Getmet suisem. bəhanəsiz get. Behana sas. Oyatma mürgülü xatirələri. Oya ta portal. Səsin həmən səsdir. Sesune mesaçu. Gel. Səsin həmən səsdir. Sesune mesasim. Baxışın o gey. Baktun oge. Gedirsən səsin də yad olsun bari. Dedin also sombare. हाम्रो छ्याङ हुनु भयो भने चाट्ने भन्ने थियो र ल्याइदिनु Mama yeməyi dadlıdır ya. Olsaydı yerdim deyə. भाजन माछ त त्यो उसहरू छ कि छैन होला Çörək olsaydı cəhənnəm. Batırıb yerdim. किन छाने कि Çörək छैन yox. रे Çörək bilmirlər hələ. Dostlar, mənə bir qaşıq gətiriblər ki, baldan yeyim. Yaşır? ल तेरो मंगारन कोमी बुझलाइन ल नो मनी नो That's good. Thank you. Say. Thank you. Başa düşürəm. Gətirdi bir dənə də bal yedizir deyə mən öldürmək istəyirlər bunlar, nə bilməm. Amma hələ ki dözürəm. Mən buna dözürəm hələ ki. Mübarizə aparıram. Onlar ballarını yığmağa davam edirlər. Biz də sizə sağollaşırıq. Bu da burada yekunlaşır. Ümid edirəm bəyəndiniz, ümid edirəm xoşunuza gəldi, ümid edirəm sizə maraqlı oldu. Görüşərik. Hələlik. Səhifəni izləməyi, bəyənməyi unutmayın. Hələlik.